Hemen Aliyev'in açıklamasına bakalım, ilk yorumlarla başlayalım. Bir dövr yaşayırıq. Uzun iller işğal altında olan Azərbaycan öz gücüyle işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra etdi və Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə bu sahədə yenə də deyirəm, Almanya hökumətinin də rolunu biz yüksək qiymətləndiririk. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almanyaya ixrac etməyə başlamışdır. Və beləliklə bizim qazımız bugün Avropa İttifaqına üz 10 ölkəyə çatdırılır və şübhəsiz bu enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almanyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir.